İcadı olunubsa belə, evində bir böyük bir qab götür, bir su deyək də, yəni çiməcək, sənə yetəcək su. Yəni deyək ki 10 litr, yəni bir vanna deyək, nə deyək, suyu isit, necə istəyirsənsə. Sidr tozun varsa yaxşı olar, tapırsansa, tapmırsansa onsuz da olar. Həmən suya ağzı yaxınlaşdırırsan, oxuyursan, baxın. İxlas, Fələq, Nas, Ayətül Kürsü, Fatihə. Bunu hər kəs bilir. Onu oxudun. Oxuyandan sonra o sudan çimirsən, yuyunursan, evi təmizləmək olar, evə fısıldatmaq olar bu pəncərələrin kənarlarına və yaxud da ki, təmiz bir suya elə, o sudan iç. Bunlar hamısı təmizlənmək üçün səbəb. İxlas, Fələq, Nas, Ayətül Kürsü dilinizdən düşürməyin. Evinizdə qoyun. İndi hər kəsin telefonu var, maşallah elə zamanımızda. İnterneti var, Wi-Fi var, yəni. Qoyun evinizdə Əl-Bəqərə surəsi oxunsun. Əl-Bəqərə surəsi möhtəşəmdir. Əl-Bəqərə isə gün ərzində oxunsun. Əl-Bəqərə surə oxunan yerdə cinlər, şeytanlar qalmaz. Bu ilk addım. Sonra zikir. Bax, la havlə və la quvvətə illə